Salam əziz dostlar, xoş gördük hamını. Bugün bizim qonağımız müstəqil ekspert Çingiz Məmmədovdur. Çingiz müəllim, xoş gördük sizi. Xoş gördük Elmir bəy, çox xoşdur sizinlə və sizin tamaşaçılarla yenidən görüşmək. Düzdür, bayramlar keçib, ancaq hər halda keçmiş də olsa tamaşaçıları təbrik eləyək keçmiş bayramlarla. Əlbəttə, hökmən. Bahar artıq gəlib, siyasi həyat da çox intensiv gedir. Azərbaycana Almaniyanın prezidentinin viziti o baş tutdu. Steinmeier'in səs-küylü oldu. Doğrudan da böyük bir qalmaqal oldu, skandal oldu. Almaniya bir qədər o ölkənin tarixinə, mədəni irsinə biraz orada yaşayıram, biraz bu barədə məlumatlı olduğum üçün qeyd edeyim ki, bu ölkənin çox faciəli bir tarixi oradakı siyasət insanlarının, adamlarından diqqətli olmağı tələb eləyir. Çox diqqətli olmağı tələb eləyir. Ümid edirəm ki, bu insident bitdi. İnsident Almaniyanın demək üzrxahlıq eləməsi ilə bitdi. Amma nəyə lazım idi? Bu provokasiya idi, yoxsa nə idi? Demək çətindir. İstənilən halda kontinental Avropa ilə Azərbaycanın münasibətləri inkişaf eləməkdədir. Ola bilər ki, bəzi dövlətlər, Fransa kimi ölkələr ola bilər münasibətlərin inkişafında maraqlı deyil, amma biz intensivləşdiririk öz kontaktlarımızı. Dünyanın ümumiyyətlə yenidən formatlanması, dəyişilməsi baş verir. Bu istiqamətdə Türkiyədə keçən bax bu olaylar artıq neçə həftədir davam edir. Çingiz müəllim, istəyərdim bu vizitdən danışasınız. Bir də Türkiyədəki hadisələr əlbəttə diqqət fokusumuzdadır. Bunu bir qədər təhlil eləməyə cəhd göstərək. Buyurun Çingiz müəllim. Mənə gəlir ki, çox yaxşı qoydunuz siz sualı Elmir bəy. Çünki güya ki, fərqli və bir-birindən hətta coğrafi baxımdan da aralı bir hadisələrdir. Biri Almaniya, yəni Avropa dövlətinin prezidentinin Azərbaycana, ondan əvvəl isə Ermənistan səfəri, yəni Almaniya-Azərbaycan münasibətləri, o birisi hadisə Türkiyədə baş verir və sırf daxili bir hadisə kimi görükür. Yəni İstanbulun bələdiyyə rəhbərinin müəyyən ittihamlarla deməli saxlanılması və istintaqın getməsi. Amma siz düzgün qeyd elədiniz ki, geosiyasi vəziyyət onu göstərir ki, dünya çox kiçilibdir, balacalanıbdır və hamısı bir-birinə təsir göstərir. Yəni bax, uzaq keçmiş deyil. 92-ci, 93-cü ildə Azərbaycan hökuməti Türkiyədən bizim o çox ağır vəziyyətdə olan insanları Kəlbəcərdən çıxarmaq üçün vətəndaş vertolyotları istədilər. Türkiyə hökumətinə buna icazə vermədilər. Türkiyə bunu etsin. Amma üstündən deməli, elə də çox vaxt keçmədi. 93-cü illə 2020-ci il arasında, yəni tarix baxımından çox qısa bir müddətdir. Türkiyə bəyanat verdi, dedi ki, əgər 3-cü hasıda dövlət Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə eləmək istəsə, Azərbaycanın yanında Türkiyəni görəcək. Yəni, bu digər tərəfdən biz bilirik ki, Almaniyada ən böyük deməli emigrant və yaxud da qeyri-alman belə deyək, insan qrupunun nümayəndələri məhz türklərdir. Siz də orada yaşayırsınız. Mən də hərdən birdən Almaniya səfər edirəm. Azərbaycanlıların da sayı son illərdə artıbdır. Yəni, dünya kiçilibdir. Bir hadisə başqasına təsir göstərir. Almaniya məsələsində mən sizinlə tam razıyam. Almaniyanı mən geosiyasi arenada potensialı olub, amma təəssüf ki, reallaşmamış oyuncu hesab edirəm. Bu niyə baş verdi? Onu deməli təhlil eləmək olar, danışmaq olar bu barədə. Amma reallıq budur ki, Almaniya öz potensialını geosiyasi arenada reallaşdıra bilmir hələ ki. Nəyə görə mən bunu deyirəm? Fikir verək, deməli, Almaniya hal-hazırda dünyanın 4-cü iqtisadiyyatıdır. Düzdür, bəzi hesablamalar güya ki, Hindistan Almaniyanı gəlib keçib. Ancaq ola bilsin ki, hassada o ümumi göstəriciyə görə sadəcə olaraq milyard yarım insandır, iqtisadiyyat da artır. Amma prinsip etibarilə hələ də Almaniya 4-cü iqtisadiyyatdır. Və bu nailiyyət Avropada birincidir.
Avropada bir, dünyada dördüncüdür. Yani kimdir? Amerika Birleşmiş Ştatları'dır. Sonra ikinci yerde Çin'di. Üçüncü yerde buyurun şaşdım ben. Üçüncü Yaponiya. yerde kimdir? Yaponiya. Japonya, üzr istəyirəm. Bəli, görürsünüz. Danışa danışa da görürsünüz fikrimi yani. Üçüncü Əlbəttə. yerde elə Yaponiyadır. Dördüncü yerde Almanya'da. Özde onu da qeyd edeyim ki, Almanya ile Japonya'nın arasında çok cüzi fark var. Yani büyük fark değil. Mesela hala Amerika ile Çin'in arasındaki fark daha büyüktü. Nəinki Almanya ile Japonya arasında. Və Almanya o dövlətdir ki, iki çox böyük deməli müharibəni çox böyük belə katastrofik nəticə ilə uduzub. İki dünya müharibəsini. Almanya birinci dünya müharibəsindən sonra çox böyük reparasiya, kontribusiya deməli ödəməli oldu uzun müddət. İkinci dünya müharibəsindən sonra yenə də müəyyən ölkələrə ödənişlər elədi. Almanya'nı biz bilirik ki, Sovet İttifakı 2. Dünya Müharibəsindən sonra bütün zavodları, fabrikləri Almanya'da sökürdü və gətirirdi deməli Sovet İttifakında qururdu. Bizim uşaq vaxtından tanıdığımız mesela o soyducular, digər məişət avadanlıqları aslında ki biz Sovet malı hesab edirdik. Sonra məlum oldu ki bu hamısı deməli Almanya'da sökülüb gətirilmiş və yenidən quraşdırılmış zavodların məhsullarıdır. Bu bir tərəfdən. İkinci tərəfdən Amerika Birləşmiş Ştatlarının tarixinə fikir verir. Amerika Birləşmiş Ştatlarında etnik mənşəyinə görə, yəni sırf hası ölkədən gəlmələrdir. Almanlar birinci yerdədirlər. İkinci yerdə İngilislər, üçüncü yerdə İrlandlılar və s. Yəni etnos kimi Amerikanın inkişafına ən böyük təsir göstərmiş bir xalq yenə də Almanlardır. Yəni bunların hamısını üst-üstə qoyanda və nəzərə alsaq ki, 2. Dünya Müharibəsindən sonra Almanya ərazisini təxminən 4də birindən 3də birinə qədər itirdi və insan kapitalı həm 1. Dünya Müharibəsində, 2. Dünya Müharibəsində yeri gəlmişkən, düzdür Sovet İttifakı məsələ 20 milyon insan itirdi, amma faizlə götürəndə Almanyanın itkiləri Sovet İttifakının itkilərindən daha çox idi. Çünki öz 90 milyonluq əhalisindən təxminən hardasa da 10 neçə milyon, 15 milyona yaxın insan itirdi Almanya. Yəni faizlə baxanda yenə daha çox itirmişdi. Keçək intellektual sahəyə. 2. Dünya Müharibəsindən qabaq elm dili İngilis dilindən bərabər bəlkə də Avropada ondan da daha üstün Alman diliydi. Bütün özdə o dövr elmdə mühüm deməli ixtiraların bir dövrü idi. Deməli bu atom sahəsində, psixologiyada, tibbdə, elmin digər sahələrində, botanikada, biologiyada və s. hamısında böyük nailiyyətlər var idi. Alman dilini bilməyən alim Avropada o cümlədən keçmiş Sovet İttifakında fəaliyyət göstərə bilməzdi. Yəni Alman dili çox işlək bir vəziyyətdə idi. Alimlər bir-birindən Alman dilində ünsiyyət saxlayırdılar və bunun hamısına Almanyanın deməli ya öz səhvləri və yaxud da Almanya bu istiqamətdə kömək elədilər. Belə nəzəriyyələr də var. Yəni ki, Almanya bir növ bu 1. Dünya Müharibəsində də 2. Dünya Müharibəsinə də sürüklənmişdi. Deməli, mən Almaniyanın tarixini xüsusi öyrənmişəm. 1. Dünya Müharibə başlayanda deyilənə görə Bernhard deməli Heinrich Bülow bu Almanyanın kanslerlərindən biri olmuşdu. Otto von Bismarck'tan sonra. Deyilənə görə 1. Dünya Müharibəsi başlayanda və deməli Almanya müharibəyə girişəndə orada bilirsiniz də bu deməli Avstro-Macar imperiyasında Vəliəhd Erzgebirlik Ferdinand öldürülmüşdü. Ona görə orada deməli Rusiya Serbiyaya dəstək çıxdı. Almanya da öz növbəsində Avstro-Macar imperiyasına dəstək çıxdı və müharibə başladı. Keçmiş kansler Bülow artıq deməli yaşlı insan idi, istifada idi. Qaça-qaça gəlib Alman Xarici İşlər Nazirliyinə ki, siz buna necə yol verdiniz? Yəni o başa düşürdü ki, bu Almanya üçün böyük faciələrlə nəticələyəcək. Çünki Almanya ümumiyyətlə hər hansı öz sözünü demək istəyən dövlət gərək imkanı daxilində qaçsın belə qarşı durmalardan, toqquşmalardan və öz iqtisadiyyatını inkişaf etdirsin və yumuşaq gücdən daha çox istifadə eləsin, nəinki hərbi gücdən. Çünki hərbi gücü hələ yetişməyibdir və o birislər istəyirlər ki, bu tez başlasın ki, bunun hərbi gücü lap artımdan qədər bunu deməli əslində sıxışdırsınlar. Həmən şey deməli baş verdi 2. Dünya Müharibəsindən əvvəl. Deməli Almaniyanın tarixində yenə də
potensialı axıra kimi reallaşmamış bir siyasətçi var, Stresemann. Bu deməli 1920-ci illərin xüsusilə ortasında və ikinci yarısında çox böyük addımlar atmışdı. Onu Almaniyanın gələcək rəhbəri görürdülər. Çox böyük potensialı var idi, biliyi var idi. Almaniyanın daxilində də, xaricdə də hörməti var idi. Və birdən-birə Stresemann, yəni o bir çox Avropa üçün təşəbbüslərin, Birinci Dünya müharibəsindən sonra Almaniyanın üzərinə çox böyük öhdəliklər qoymuşdular qalib ölkələr. Yəni onlardan yaxa qurtarmağın daha yaxşı yollarını təklif edən insan idi. Birdən-birə 51 yaşında Stresemann indiyənədək deməli çox şübhəli ölür. Stresemann 51 yaşında. Adı deməli tədqiqatlar güya ki ürək xəstəliyindən keçinib. Ancaq biz artıq bilirik ki, deməli xüsusi xidmətlərin indi artıq bu statistika bizdə var. Xüsusilə bu ürək xəstəliklərdən birdən-birə ölüm deməli halları çoxdur. Siyasətçilərin, xüsusi xidmət əməkdaşlarının və s. Yəni bir növ bu orta xətt tutan, Almaniyada həqiqi orta xətt idi. Bunu deməli həm millətçilər dəstəkləyirdilər, həm Almaniyada o vaxt çox güclü olan solçular, kommunistlər və sosial-demokratlar. Stresemannın ölümündən sonra Almaniyada iki qüvvə bir-birindən demək ki, onlar ki ölüm dirim müharibəsinə başladılar. Söhbət faşistlərdən, millətçilərdən və deməli onların rəqibi olan kommunistlər, sosial-demokratlar, hansıları ki Sovet İttifaqı dəstəkləyirdi və bir gözəl kitab var Elmir bəy, bu Allen'də Amerika yazıçısıdır, daha doğrusu tədqiqatçısıdır. Deməli bu kitab belə adlanır, Nazi Seizure of Power. Nasistlərin hakimiyyətə gəlməsi, necə gəldilər. O bir Alman şəhərini götürübdü. Çox yaxşı kitabdır və maraqlananlara məsləhət görürəm. Allen, Nazi Seizure of Power. Bir şəhəri götürüb və kitabın axırında yazır ki, o şəhərdə deməli kommunistlərlə, solçularla faşistlərin deməli 4 il ərzində 1928-ci ildən 1933-cü ilə kimi, yəni Hitlerin hakimiyyətə gəlməsinə kimi bütün deməli şəhəri təhlil edibdi. Çox gözəl analizdir. Yəni hansı küçə döyüşləri baş verirdi, kim kimlə dalaşırdı. Özdə bizim belə propagandada bir növ hardası da faşistlər yalnız bir ekstremist qüvvə kimi təqdim olunur. Mən onu deyim ki 20-ci 30-cu illərin Almaniyasında kommunistlər heç də faşistlərdən geri qalmırdılar. Onların da öz necə deyirlər, şturmayıq dəstələri var idi. Orada da deməli qırğın gedirdi. Biri nümayişə çıxanda o birisi əks nümayişə çıxırdı. Şəhərdə döyüşlər başlayırdı və dövlətin polis orqanları da bilmirdilər hansı mövqe tutsunlar. Bax bu şəhərin deməli misalında kitabın axırında yazır ki, Allen yazır ki, əgər kimsə maraqlanır, şəhərin adını çəkmir. Şərti ad qoyubdu. Deyir, amma kimsə əgər maraqlanırsa, mənə e-mail etsin, mən o şəhərin hansı şəhər olduğunu yazım. Orada qazetlər, hansı partiyanın hansı qəzetləri var idi. Məsələn, insanların psixologiyasında, məsələn, götürür adicə bir bərbəri, hansı ki, qabaq belə fikirdə idi, yavaş-yavaş bu deməli keçir nasistlərin, faşistlərin tərəfinə və əksinə. Yəni, insanların necə deməli bu və digər düşərgəyə keçməsini göstərirdi. Bax, bu deməli təəssüf ki, Stresemann kimi siyasətçilər ya öldürüldülər, ya bunlar kənarlaşdırdılar. Meydan belə qaldı. Almaniyada ya deməli Sovet İttifaqı tərəfindən idarə olunan kommunistlər hakimiyyətə gələcəkdi, ayrı çıxış yolu qalmamışdı. Və yaxud da ifrat millətçilər, nasistlər. Və çox güman ki, burada da müəyyən qüvvələrin rejissurası var idi və Almaniyada faşistlər, nasistlər hakimiyyətə gəldi və bundan sonraki o Almaniyanın bəlaları da əvvəl gözəl nəticələr, bilirsiniz ki, Avstriyanın birləşdirilməsi, Sovet Almaniyasının, ondan əvvəl Sovet Almaniyanın birləşdirilməsi, sonra Avstriyanın birləşdirilməsi, Fransanın məğlub edilməsi, amma nəticə necə oldu biz onu artıq bilirik. Yəni, mən bu uzun deməli tarixçəni niyə söylədim? Ona görə söylədim ki, doğrudan da Almaniya tarixi baxımdan reallaşmamış potensialdır. Almaniya bu iki dünya müharibəsinə girişməsəydi, ola bilsin ki, bu günləri Amerika Birləşmiş Ştatlarının dünya miqyasında tutduğu yeri bəlkə Almaniya tutardı. Və mən bilmirəm, siz Almaniyadasınız, Almanların özləri bunları təhlil edirlər yoxsa yox. Mən bilirəm ki, Almaniyada bu bir növ tabudur, qadağandır. Niyə? Çünki bu ikinci dünya müharibəsindən sonra hətta misal üçün müəyyən təhlillər aparmaq da
qadağandır. Çünki dərhal deməli yenidən o nasizmi bərpa etməkdə ittiham ola bilər və bu çox ağır bir ittihamdır. Amma reallıq bundan ibarətdir ki, Almanya 4-cü iqtisadiyyat ola-ola Almanya 75-80 ildir ki, Almanyanın deməli siyasi gündəmdə yeri, səsi eşidilmir. Yeri görünmür, səsi də eşidilmir. Bax, Almanya belə bir dövlətdir. Mən istəyirəm ki, tamaşaçılar da bunu aydın görsünlər ki, bax, Steinmeier'in Ermənistandan sonra Bakıya səfəri bax belə bir deməli mənzərədə, belə bir situasiyada, belə bir vəziyyətdə baş verdi. Yəni Almanya yəqin ki, yenidən istəyir bu və digər formada siyasi arenaya qayıtsın. Nəyə görə? İlk növbədə ona görə ki, Amerika Birləşmiş Ştatları hansı ki 80 il ərzində Avropanı öz çətiri ilə, təhlükəsizlik çətiri ilə deməli təmin etmişdilər. Bu eyni zamanda bir tərəfdən təhlükəsizlik çətiri idi. Amma o bir tərəfdən də eyni zamanda elə bil ki müəyyən bir səddlər qoyulmuşdu. Sədd çəkilmişdi ki, bax bu mənim deməli işimdir, geosiyasət. Siz mənim tərəfdarım kimi mənim səsimi gücləndirə bilərsiniz. Yəni Avropa dövlətlərinin öz müstəqil səsi yox idi. Amma Amerika Birləşmiş Ştatlarının bu son dövrdə baş vermiş dəyişikliklər ilk növbədə də nədir? İlk növbədə Amerika Birləşmiş Ştatlarının, Amerika Birləşmiş Ştatları hələ də dünya miqyasında ən güclü, ən böyük dövlətdir. Amma Amerikanın çəkisi necə deyirlər, faizi dünya iqtisadiyyatında xeyli azalıbdır. 50 il bundan qabaq Amerika iqtisadiyyatı dünya iqtisadiyyatının 45%-ni təşkil edirdi. Çinin iqtisadiyyatı 4%-ni təşkil edirdi. Bugün Amerika iqtisadiyyatının payı 26%-a düşübdür. Özdə fikir verin, cəmi bir ilin ərzində 27%-dən 26-ya düşübdür. Bir ilin ərzində. Çinin payı 4%-dan qalxıbdır artıq deməli 17-20%-a. Axırıncı mən niyə 17-20 deyirəm? Çünki bir il ərzində deyirlər ki, bu 17-dən 20-yə artıq 20%-dir. Son tədqiqatlar deyirlər ki, 20%-dir. Amerika artıq ən çox Çinlə rəqabətdən çəkinir. Özdə iqtisadi güc nə deməkdir? İqtisadi güc yəni toplu dövlət, ondan sonra hərbi gücünü artırmağa başlayır. Hələ ki, Amerika Birləşmiş Ştatlarının hərbi gücü Çinin gücündən xeyli üstündür. Amma Çin də o artıq əldə etdiyi nailiyyətlərdən istifadə edir və Amerika Birləşmiş Ştatlarını sıxışdırmağa başlayır. Onu deməli artıq öz səsi daha güclü gəlməyə başlayır. Nəinki Amerikan səsi. Amerika Birləşmiş Ştatları narahatdır və artıq görür ki, onun deməli hamıya kömək göstərməyə, hamıya necə deyirlər, yardım etməyə, eyni zamanda yardım nə deməkdir? Yardım soft power deməkdir, yumşaq güc. Yəni əgər sən dövlətə yardım göstərirsənsə, sən sözünü də keçir onda. Amerika Birləşmiş Ştatları güclü idi. Bütün dünya demək ki, yardım göstərirdi bu və digər şəkildə. İndi Amerika Birləşmiş Ştatları onu göstərə bilmir və Avropaya deyir ki, mən qabaqki kimi sizi təmin edə bilmirəm. Və Avropa dövlətləri də bu vəziyyətdə indi başlayırlar yavaş-yavaş necə deyirlər, öz yeni nişalarını, yeni yerlərini axtarmağa. Burada artıq biz görürük ki, qabaqki Avropa Birliyi artıq o da pozulub. Məsələn, Ukrayna məsələsində müharibə başlayanda Avropa dövlətləri arasında daha deməli bir elə bir ki, xətt görünürdü. İndi biz görürük ki, Avropa dövlətləri yığışır. İstəyirlər hansısa da Ukrayna məsələsində kömək göstərsinlər. Bəzi Avropa dövlətləri artıq fərqli mövqe tutur. Çünki onların özlərinin Ukrayna ilə bəzilərinin, məsələn Slovakiya kimi, Macaristan kimi, Polşa kimi bu dövlətlərin öz tarixçəsi var Ukrayna ilə, öz hansısa da müəyyən həll olunmamış məsələləri var və ona görə də onlar istəyirlər ki, bunlar da nəzərə alınsınlar. Yaxud ikinci misal, Azərbaycanı götürək. Azərbaycana qarşı hal-hazırda mənfi mövqedə olan Fransa var, Almanya var, bunu da demək lazımdır. O Deutsche Welle'dəki kinolar, sənədli film və yaxud da Steinmeier'in deməli o texniki səhv adlandırdıqları səhv deyil. Çünki statistika var, son illərin statistikası. Deutsche Welle, France TV ilə bərabər Azərbaycana qarşı ən kəskin, ən pis mövqe tutan deməli kanallardan biridir. Mən onu da izləyirəm. Yəni Azərbaycana tərəf mövqedə, mənfi mövqedə olan Fransa, Niderland, Belçika, Amerika Birləşmiş Ştatlarının bəzi qüvvələri bunlar var. Amma eyni zamanda misal üçün
Azərbaycanla yaxşı münasibətli olan Balkan dövlətləri var, İtaliya var. Yəni o keçmiş Avropa bir düşərgə kimi çıxış edən Avropa artıq yoxdur gündəmdə və get-gedə Avropadakı ziddiyyətlər də özünü göstərməyə başlayacaq. Ola bilsin ki, İkinci Dünya müharibəsindən əvvəl olduğu kimi göstərməyəcək, ancaq göstərəcək və mən burada istəyirəm qutaram bu hissəni və yenə də İkinci Dünya müharibəsinin bütün deməli günahı əsasən Almaniyanın üzərinə qoyuldu. O cümlədən bu Yahudilərin genosid məsələsində, amma çox böyük sənədlər var ki, deməli genosid məsələsində bir çox Avropa dövlətlərində adlarını çəkmək istəmirəm çünki dərhal deməli o dövlətlərin nümayəndələri də başlayırlar. Bir neçə Avropa dövlətində deməli Almaniyanın o düşərgələrində, konsentrasiya düşərgələrində və Almaniyada baş verən proseslər o dövlətlərdə də baş verirdi. Sadəcə olaraq İkinci Dünya müharibəsindən sonra çox asan idi yalnız bir dövləti deməli çıxarıb onu günahlandırmaq. Yəni bax bu deməli mən bu tarixə niyə getdim? Çünki Almaniya indi istəyir öz belə səsi olsun, amma səsi təəssüf ki, pis gəlir, düzgün gəlmir. Almaniya hələ də deməli o müəyyən mənada mən deyərdim ki, Fransa ilə bir yerdə olması Almaniyanın xarici siyasətinə təsir göstərir və Almaniya ziyan vurur. Çünki bir istəkana o məsəl var da, deyir, həm yarı dolu istəkan kimi baxma olar, həm yarı bağlı. Misal üçün bir tərəfdən Almaniyada olan, yaşayan 3 milyondan artıq türk və indi Azərbaycanlıların da sayı artıq, Mərkəzi Asiya dövlətlərindən də sayı artıqdır. Bunlara Almaniyanın problemi kimi baxma olar. Amma o bir tərəfdən bunlara Almaniyanın bu dövlətlərdə nümayəndələr kimi, yəni münasibət qurmağa istifadə olunan resurs kimi də baxma olar. Yəni necə Almaniya buna baxacaq yaxın gələcəkdə, onu deməli yaxın gələcəyin Almaniyanın xarici siyasəti bizə göstərə bilər. Üzr istəməliyim, biraz ola bilsin ki, uzun çəkdi, ancaq bunu demədən tamaşaçılarla biz bugünkü günə və yəqin ki, söhbətimizin ikinci hissəsi gələcəyə yönəlmiş olacaq. Çünki amma məsəl var da, Elmir bəy deyir ki, keçmişi öyrənməsən, gələcəyi də düzgün qiymətləndirə bilməzsən. Yox, Çingiz müəllim, çox maraqlıdır bizim cəmiyyətdə bu ölkə haqqında xüsusi bir rəy formalaşıb, belə deyim, iqtisadi cənnət. Amma tarixi backgroundunu bilməsən, başa düşməzsən bu ölkə nə qədər faciəlidir. O qaldı günah keçisi məsələsini düz vurğuladınız. Mən çox ölkələrin adını çəkməyəcəm, düz deyirsiniz, çəkməsək yaxşıdır. Amma bir də onu deyim ki, həmin o günah keçiliyindən Avstriyanın özünü də kənarlaşdırdılar. Avstriyalı bütün siyasətçilər başladı ki, yox bizim özümüzü anneksiya eləyiblər, birinci işğal olunan bizi. Daha demirlər ki, Hitlerin özü sizin ölkəmizdən çıxıb. Yəni Hitlerin vətənidir bu ölkə. Tamamilə düzgün qeyd ediniz. Amma bir dənə də mən misal çəkim, ad çəkməyəcəm. Amma Almanlar deməli bir Avropa dövlətini, yəni ki tamaşaçılar anlayacaq az dövlətdən söhbət gedir, amma biz adını çəkməyək. Oranı gələndə deməli orada yerli əhali Yahudiləri başlayır qırmağa. Almanlar deyir, nə edirsiniz? Heç olmasa hər peşədən, bu sənətdir, mən sənət oxumuşam. Deyir, heç olmasa hər bir peşədən bir çəkməçi, bir nə bilim bərbər, bir nə başqa bir dülgər, bir nə bilim bu yuvelir deyirlər də, yəni zərgər saxlayın. Onlar deyirlər ki, yox, hamısını qıracağıq, özümüz sonra nə lazımdır eləyəcəyik. Yəni belə hallar baş vermişdi. Ona görə yalnız Almaniyanın ayağına yazmaq bunun hamısını. Bu ən asan belə elə bil ki o bütün günahları örtbasdır eləmək o bir sadə bir yol idi. Yox, bir də ki antisemitizm Avropada Hitlerin gəlişi ilə başlamayıb. Biz bunu bilirik də. Antisemitizmin çox qədim tarixi var, kökləri var. Bunun mənəvi fəlsəfə əsasları da var. Belə deyək də, xristianlıqla Yahudiliyin arasında olan fərqlər da oradan doğurdu. İndi bu məsələlər əlbəttə tarixi kontekst bizi maraqlandırır, amma bugünkü gün və Azərbaycanın bugünkü vəziyyəti bizi daha çox maraqlandırır. Almanlar üzr istədilər, bu insident isçerpın, necə ruslar demişkən, yaxşı bir qəbul oldu. Mən baxdım, dostlar mənə atdılar, simfonik orkestrdə baxın, və Beethovenin əsəri, Brahmsın da əsərlərini ifa elədilər, çox yaxşı keçdi. Sözüm bunda yox. Bizim kontinental Avropa ilə münasibətlərimizi qurmağımız gərəkdir. Çünki biz bütöv bir kontinenti fransızlara görə, yaxud başqa qüvvələrə görə ignor eləyə bilmərik də. Siz dediniz bunu.
Bizim yaxşı münasibətlərimiz var Balkanlarla, bizim yaxşı münasibətimiz var İtaliya ilə, bizim yaxşı münasibətimiz olmalıdır Almaniya ilə. Çünki Almaniyadakı türkləri qeyd elədiniz. Çingiz müəllim, türklər burada 7 milyondan çoxdur. Bunu hətta rəsmi 7 milyon. Ha, Bəli. 7 milyon. Və Çox gözəl. buradakı türklər immiqrant deyil. Onu qeyd eləmək istəyirəm. Qısaca necə deyim? Məsələn, başqa ölkələrə immiqrant gələn insanlar, o başqa. Almaniyada vəziyyət başqadır. Almaniya darmadağın olan bir halda və onun Avropada bütün xalqlar tərəfindən təcvid olunduğu bir dövrdə Türkiyəyə çağırış edilib. 50-ci illərin sonunda Türkiyəyə çağırış edildi ki, çoxlu gənc işçi qüvvəsi var və Almaniyaya loyal yanaşan bir insanlar var. Onlara dəvət gəldi ki, siz gəlin, bu ölkəni qurun, tikin, yaradın. Almanların ölkəsində yaşayan türklər deyir ki, bura bizim ölkəmizdir. Bunu biz qurmuşuq. Yəni darmadağın ruinaların, xarabaları qurub, yaradıb bizim babalarımız və bizi bura çağırıblar, xahiş eləyiblər, biz bura gəlməmişik. Ona görə yəni bu münasibət çox fərqli olacaq. Türklərə qarşı o cür münasibət ola bilməz Almaniyada. Mən bilmirəm o provokasiya hardan doğurdu. Amma siz demişkən bu elə-belə boşuna məsələ deyil. Deutsche Welle'də, başqa Alman medialarda 2023-cü ilin sentyabr ayında yəni iki göz istəyirdi ki, tamaşa eləsin, nələr baş verirdi. Genosidin biri 1 qəpik idi. Yəni, olsun. Amma hər halda münasibətləri stabil saxlamağa çalışmaq lazım. Çünki bizə indi inkişaf və tərəqqi lazımdır da. Bu mənada, belə deyək də, bizim regionda da vəziyyət belə barıt çəlləyinin üstündə oturmuş adamı xatırladır hər bir ölkəni. Türkiyədə baş verənlərə biraz nəzər ataq. Çingiz müəllim, sizin fikrinizcə artıq formalaşmış olar fikriniz. Orada nə baş verir? Mənə elə gəlir ki, orada çox mürəkkəb proses gedir, Elmi bəy. Və mən amma bir haşiyə çıxım da, deməli, həyat mənə nəyə öyrədibdir və şəxsi həyatımda bir növ bu bir siyasi şərhçi kimi də. Əlbəttə. Deməli, ilk növbədə kiməsə və nəyəsə münasibət olanda birinci baxmaq lazımdır onun sənə münasibəti necə olubdur. Yəni, ola bilsin ki, misal üçün bir şəxs var, onun məsələ mənim ətrafımda olan 5 nəfərlə məsələ çox pis münasibəti var. Kim nəsə danışmır, kiməsə pisliyə eləyibdir, kim nəsə dalaşıb nə vaxtsa da. Amma əgər sənə qarşı indiyənədək bir dənə də pis hərəkət eləməyib və yaxud da əksinə lazım olanda sənə kömək eləyibsə, həmişə ona qarşı sən gərək müsbət mövqedə olasan. O birilərin onunla münasibəti sənə aidiyyəti yoxdur. Bax, bunu mən başa düşmüşəm. Çünki bu həm də etika məsələsidir. Sənə qarşı pislik eləməyənə sən gərək pislik eləməyəsən. Və bu baxımdan indi bu Cumhuriyyət Hərəkat Xalq Partiyasıdır, sonra deməli Atatürk'ün partiyası adlandırırlar və s. və s. Amma mənim qabağımda Erdoğan'ın deməli 44 günlük müharibədə, ondan əvvəlki dövrdə, ondan sonraki dövrdə mövqeyi var və deməli CHP'nin və onun liderlərinin Azərbaycana münasibəti var. Ona görə indi Türkiyədə bu proseslər hansı necə deyirlər, istiqamət götürəcək, nə baş verəcək, o Türkiyənin daxili işidir. Mən hesab edirəm ki, bir Azərbaycan xalqı kimi, Azərbaycan xalqın da mən xalq adından danışa bilmərəm, nə xalqın, nə hakimiyyət, öz adımdan danışa bilərəm. Mən Erdoğan'ın tərəfindəyəm, Elmi bəy, açıq deyirəm sizə bunu. Və ola bilsin ki, mən bu mövqeyimə, deməli, indi daha doğrusu Türkiyənin təhlilinə mənim ilkim mövqeyin təsir göstərir də. Amma mən hesab edirəm ki, Türkiyədə baş verən proseslər heç də sadə Türk xalqının iradəsinin nümayişə çıxır və s. və s. Təkcə onun deməli əksi deyil. Mən görürəm elə həmən o Deutsche Welle'nin deməli və France TV-nin, Euronews'un. Yəni mən başa düşürəm. Deyə bilərlər ki, ay Erdoğan düz eləmədi, tutubdu və s. eləyibdi. Amma Türkiyədəki hakimiyyəti rejim adlandırmaq, Erdoğan rejim, yəni Euronews, BBC, CNN, France TV, Deutsche Welle, hasılar ki izləyirəm. Necə oldu? Yəni bu yaxından çox demokratik seçki keçirən, özdə üstəlik belə zəlzələ baş vermiş bir ölkədə seçki keçirən ölkəni rejim adlandırmaq. Yaxşı, indi Le Pen'i də deməli məhrum elədilər seçkidə iştirak eləməkdən. Niyə?
Makron rejim demirlər. Yəni Yox, mən yox. açıq-aşkar görürəm ki, düzdür, istər-istəməz bilirsiniz, uzun müddət hakimiyyətdə qalan bir qüvvə, istər-istəməz fərqi yoxdur. Ən demokratik dövlətdə uzun müddət hakimiyyətdə qalan, istər-istəməz insanların həmişə gözləntisi var. Məsələn, mən gözləyirdim ki, mənim böyük gəlirim olacaq. Gəlirim yoxsa da fikirləşirəm ki, axı o elə bir misal var da, uşaq məktəbdən gəlir, 5 alır, deyir 5 aldım. Gəlir 2 alanda, gəlir deyir ki, müəllim 2 qoydu. Yəni bu çox sadə bir misaldır, amma psixoloji misaldır. Ona görə əlbəttə ki, Türkiyədə hansısa da nə bilim qiymət artımıdır, öz şəxsi işləri yaxşı getmir və s. Bunu hakimiyyətlə bağlamaq bu təbii bir şeydir. Bunu qaçma olmaz bundan. Amma eyni zamanda Türkiyədə deməli o rejissuranın baş verdiyini biz açıq-aydın görürük. Misal üçün Kürd separatçılığını belə ifrat dərəcədə dəstəyin artırılması, xüsusilə deməli Türkiyənin bu Suriyadakı əməliyyatlarını görsək. Bütün deməli CHP və OPÇ-yə çıxanlara mənəvi dəstəyin bütün bu dediyim kimi kütləvi informasiya vasitələri tərəfindən göstərilməsi. Və Türkiyə ümumiyyətlə siyasi baskı necə illərdir davam edir? Nəyə görə? Ona görə ki, Türkiyə son deməli Erdoğan dövründə əgər deməli 2-3 dənə vertolyotu bizim vətəndaşları ağır vəziyyətdə olan o genosid qarşısında qalan vətəndaşları çıxarmağa göndərə bilməyən dövlət indi görün nəyə nail olubdur. Ona nail olubdur ki, sözü keçir beynəlxalq arenada. Çox mühüm müzakirələrdə vasitəçidir. Deməli, texnoloji sahədə Türkiyə çox böyük, cəmi 20 il ərzində Türkiyə geridə qalmış bir dövlətdən Türkiyə artıq texnoloji bir dövlətə çevrildi. Türkiyədəki deməli elmin səviyyəsi və təhsilin səviyyəsi. Düzdür, orada da zəif universitetlər var. Amma ümumiyyətlə aparıcı universitetləri var ki, onlar artıq dünya səviyyəsində mütəxəssis yetişdirirlər. O Türkiyənin hərbi sənayedəki nailiyyətləri o göydən düşmür. Hamısı da Türkiyənin özündədir. Çünki bilirsiniz, elə 44 günlük müharibəyə görə Türkiyə sanksiyalar qoyuldu. Kanada idi, Fransa idi, müəyyən texnikanı satmaqdan imtina elədilər. Türkiyə hal-hazırda 5-ci nəsil deməli qırıcı istehsal edir. Türkiyənin deməli məişət malları artıq yaxın şərqi tutub, Mərkəzi Asiyanı, Rusiyanı, Şərqi Avropanı, Balkanları, yəni bu dövlət artıq başlayıb yaxşı gəlir əldə eləməyə. İndi deyirlər ki, Türkiyədə inflyasiya ondan irəli gəlir ki, Türkiyə çox böyük vəsaitləri o ağır sənayeyə qoyur. Məsələn, əgər siz kənd təsərrüfatına investisiya edirsinizsə də, orada deməli bir neçə ildən sonra artıq siz gəlir götürə bilərsiniz. Əgər siz pulu qoyursunuz 5-ci nəsil qırıcı istehsal eləmə, siz 20-25 il gözləməlisiniz. O istehsal olunana, satılana, ondan sonra dünya bazarına. Məsələn, indi Türkiyə dronların satışından çox böyük gəlir əldə edir. Çox böyük. Amma nə qədər vaxt getdi buna. Ona görə Türkiyədə əsas narazılıq kimlərdədir? O əhalinin, o hansı ki, o kimdə ki, o məsələ dollardır, avrodur və s. nisbətən o yaxşı vəziyyətdə olan əhalidir ki, onların bəli, həyatına təsir göstərir. Hansı əhali ki, lira ilə sırf yaşayır və Erdoğanın o necə deyirlər, sosial bazasıdır. Onlar deməli elə də narazılıq eləmirlər və mən əminəm ki, misal üçün Erdoğan küçələrə öz tərəfdarlarını çıxara bilər. Niyə çıxarmır? Çünki ona qarşı gedən xüsusilə də xarici qüvvələr bunu istəyirlər. Onlar istəyirlər ki, orada toqquşma baş versin, yenə də ittiham eləsinlər və s. Mən elə gəlir ki, hələ ki, proseslər Türkiyədə idarə olunur. Elmir müəllim, bu mənim deməli gəldiyim qənaətdir. Proseslər idarə olunur. Mən istəməzdim ki, onlar baş versin. Niyə? Çünki Türkiyənin hətta Azərbaycana kömək göstərməsi də biraz başı qaçır. Suriyadan bunun fikrini yayındırırlar. Digər geosiyasi məsələlərdən. İstər-istəməz hakimiyyət məcburdur daxili məsələlərlə məşğul olsun. Mən burada demirəm ki, daxili səbəblər yoxdur. Var daxili səbəblər. İstər-istəməz o inflyasiya, deməli, müəyyən sosial məsələlər, problemlər. Amma eyni zamanda nəzər almaq lazımdır ki, əgər biz istəyirik ki, bu Türk Dövlətlər Təşkilatının səsi eşidilsin dünya miqyasında, ona görə istər-istəməz hərbi bazalarda lazımdır. İndi Türkiyənin Suriyada, məsələn, başqa dövlətlərdə artıq hərbi bazalar var. Bu hamısı vəsait tələb edir. İndi ola bilsin ki, Türkiyənin içərisində bir sıra insanlar var və mən əminəm ki, CHP-nin təbliğatı belə də gedir. Ki, bu nəyə lazımdır? Xarici siyasət, ölkənin əhalisi qalıb kənarda və s. Çox uzaq görən bir yanaşmadır.
Çox uzaq. Əgər deməli Türkiyənin necə deyirlər, əhatə eləsələr o xarici qüvvələr, Türkiyəni çətin vəziyyətə qoysalar, Türkiyənin bir çox proqramları dayandırılmalı olacaq, yarı yolda dayandırılmalı olacaq. Hara ki investisiya qoyulur, bilirsiniz bu nəyə bənzəyir? Elə bil ki, siz bir zavod tikib gəlir götürmək istəyirsiniz də. Siz başlayıbsınız onu tikməyə, qurmağa, binasını qoyubsunuz. İndi avadanlıq alırsınız ki, tez qurub gələcəkdə gəlir götürəsiniz. Birdən deməli biri gəlir deyir ki, bu səhv yolu idi. Bizə bu zavod lazım deyil. Bunu dayandırmaq lazımdır. Bax, belə böyük mənada yanaşsaq, bu saat Erdoğan'a əleyhinə gedən qüvvələrin əsas fəlsəfəsi bundan ibarətdir ki, Erdoğan səhv yoldadır, o düzgün yol seçməyibdir, Türkiyə düz addımlar atmır, Türkiyə hansı addımı səhvdir belə böyük götürəndə. 44 günlük müharibədə Azərbaycanı dəstəkləmək səhv addımı idi. CHP deyirdi ki, lazım deyil. Azərbaycanın vəziyyəti necə olacaqdı dəstəkləməsəydi. Ona görə hesab edirəm ki, düzdür, izləyirəm mən. Bir hissə bu nisbətən deməli obyektiv olanlar var. O da istər-istəməz bilirsiniz, yenə də bu fikirləşirlər ki, bəs Türkiyə əhalisi əziyyət çəkir, çətinlik çəkir. Mən Azərbaycanı bəzi bu şərhçilər nəzərdə tuturam, xüsusilə də Avropada və Amerikada olan. Obyektiv baxımdan onlar Türkiyə yaxşılıq istəyirlər, amma hesab edirlər ki, bəli, Erdoğan düzgün istiqamətdə aparmır və CHP gəlsə daha yaxşı olacaq. Amma bir hissəsi də, Elmi bəy, mən bunu da açıq deməliyəm, bir hissəsi sadəcə olaraq sifariş yerinə yetirirlər. Bizim xaricdə olan deməli bəzi politologlarımız. Mən istəyirəm bunu qeyd edeyim. Çingiz müəllim, başa düşürəm sizin fikirlərinizi, yönü. Ümumiyyətlə, Azərbaycanda da bu fikir biraz oturuşmuş fikirdir. Amma məsələ orasındadır ki, indi bizim hamımızın dostlarımız da var, tanışlarımız da var Türkiyədə. Qonşu dövlətdir, dost dövlətdir. Oradakı bu etirazlar, hisslərin o nakal deyirlər də Ruslar. Elə bir səviyyə çatıb ki, özdə qeyd elədiniz, siz qeyd elədiniz ki, orta sinif Erdoğanın əleyhinədir və mən buna əlavə eləyərdim gənclik də. Gəncliyin böyük hissəsi də meydanlardadır. Təəssüf ki, mən hətta vətəndaş qarşı durması demək istəməzdim, amma məcburuq bunu deməyə. Çünki neçə həftə davam edən etirazları daha necə adlandıraq? Mənə elə gəlir ki, biz daha neytral mövqe tutsaq yaxşı olar. Çünki bu Türkiyənin hər halda daxili işi olması yaxşıdır ki, bizim həm Erdoğan iqtidarı ilə əgər işdir, Türk xalqı istəsə, Türk cəmiyyəti bunu belə lazım bilsə, dəyişib başqa bir qüvvəni gətirsə, onunla da işləməyə şansımız olmalıdır. Yəni, belə olmalıdır mənim fikrimcə. Çünki Türkiyənin daxilində keçən seçkidə də 23-cü ildə yadınızdadırsa çox böyük bir belə qarşı durma idi, çox ehtiraslar çox şiddətlənmişdi. Erdoğan da cüzi miqdarda üstünlüklə qələbə çala bildi. Yəni, əlbəttə biz istəyərdik ki, Türkiyədə stabillik qalsın, stabil olaraq siyasi sistem inkişafında olsun. Amma bu çalxalanma mənə elə gəlir ki, labüd idi. Hələ o seçki zamanından, bax bunu qeyd edərdim, 23-cü ildən. Çünki o ölkə daxilində çox böyük istənilən halda Çingiz müəllim, gələcək gəncliyindir də, yəni biz bunu aksiomadır, yəni biz bunu başqa cür yəni traktavat edə bilmərik də, bunu təfsir edə bilmərik. Və təəssüf ki, çox zaman olur ki, məsələn biz daha başqa bir nəslin nümayəndələri gözümüzün qabağında 40 illik proses keçib də. Biz bu prosesdən siz demişkən bizim təcrübəmiz biraz başqadır. Amma gənclər biraz başqa şeylər istəyir. Siz necə düşünürsünüz? Türkiyədəki baş verən bu proseslər başqa ölkələrə də keçə bilərmi regiondakı? Necə düşünürsünüz Çingiz müəllim? Bu sırf Türkiyənin daxili işidirmi, yoxsa regional böyük bir prosesin təhlükəsidir? Dediyim kimi bu sözsüz ki, Türkiyənin öz daxili işidir və mən siz dediniz ki, neytral mövqe. Mən açıq deyim, mən öz mövqemi məhz neytral mövqe sayıram. Mən hesab edirəm ki, bu Türkiyənin öz daxili işidir. Sadəcə olaraq Azərbaycanda oturan bir insan kimi və Azərbaycanlı kimi mənə kömək etmiş insanın və siyasi qüvvənin mən tərəfindəyəm. Özdə yenə deyirəm, əgər siz desəydiniz ki, Erdoğanı əvəz eləyən qüvvə Erdoğanın
Azərbaycana aid və ümumiyyətlə geosiyasətdə həmən xətti tutacaq, davam edəcək. Amma tutaq ki, siz dediyiniz kimi daha yaxşı proseslər gedəcək, daha şəffaf olacaq, daha ədalətli olacaq və s. və s. Mən deyərdim ki, bəli, qoy olsun. Amma Türkiyədə baş verən prosesləri izləyən bir adam kimi mən görürəm ki, orada yenə xarici rejissura var. Elmi müəllim. Xarici rejissura var və CHP müəyyən mənada xarici sifarişləri yerinə yetirir və ümumiyyətlə İmamoğlu'nun meydana birdən-birə çıxması bu siyasətçi değildi. Bir növ bilirsiniz nəyə oxşuyur? Macron'un yanınıza gəlirdə Macron necə oldu? Orada deməli yenə də orada da sağla sol deməli toqquşurdu. Sadəcə olaraq o Le Pen, yəni Marie Le Pen atası hələ necə deyirlər meydandaydı. Marie Le Pen necə deyirlər meydana çıxmaq üzrə idi. Nəsə eləmək lazım idi çünki Fransada hələ ki o sağçılar, ifrat radikallar hələ ki çoxluq təşkil eləmirlər və deməli elə fransızların öz ifadəsi var da deməli o maşından çıxan deməli şeytan belə çort maşını necə deyirlər. Birdən Macron çıxdı ortaya. Çort tabakir vesaire. Da çort tabakir. Bəli. Çıxdı və yalnız onun rəqibinə qarşı gedərək Macron'a səs verdilər. Onun rəqibinin qarşısına gedərək. Yəni Le Pen'ə səs verməmək üçün deməli Macron'a səs verdilər. Həmən şey indi Türkiyədə müşahidə olunur. İmamoğlu, biznesmen, investor və s. birdən çıxır, yaxşı deməli dil qabiliyyəti var, danışa bilir. İstər-istəməz dediyim kimi uzun müddət hakimiyyətdə qalan bir qüvvə istər-istəməz ən yaxşı, ən belə yaxşı qüvvə, ən normal istər-istəməz kimsə narazıdır. Və bu şəraitdə üstəlik Türkiyə kimi mürəkkəb bir dövlətdə yada salaq ki, Türkiyədə daxili separatçılıq və deməli terror da var. İndi o daxili separatçılar, terrorlar əvvəl deməli silaha sərf elədiyi vəsaitin bir hissəsini də indi oradakı o ixtişaşlara sərf eləməyə hazırdılar və yəqin ki artıq sərf edirlər. Yəni əgər siz o dediyiniz kimi biz o Erdoğan'ın əsas istiqamətlərini saxlayaraq Erdoğan kimi bir siyasətçi, amma biz nə görürük? İmamoğlu kimi Azərbaycana qarşı da çıxış edən və ümumiyyətlə Erdoğan'ın siyasi xəttini bir növ şübhə altına alan bir siyasətçini biz görürük. Ona görə Elmi bəy, mən hesab edirəm ki, mənim mövqeyim neytraldır. Bu Türkiyənin öz daxili işidir və çox ümid edirəm ki, o siz dediyiniz gənclər, mən sizi çox gözəl başa düşürəm. Azərbaycanın özündə də xüsusilə bilirsiniz gəncliyə nə xasdır? Gəncliyə xasdır ki, inkar eləmək. Onlar bilmirdilər, amma biz yaxşı bilirik, biz daha çox bilirik. Bəli, biz bunu başa düşürük. Bu atalar və oğulların həmişə bu dilemması var. Hətta biz də indi dinləyən gənclərin içərisində deyə bilərlər ki, deməli o qədər də cavan olmayan insanlar olubdur. Oturub və nəysə müzakirə edirlər. Yox, amma belə baxanda Türkiyənin gənclərinin mühüm hissəsi Erdoğan'ı dəstəkləyir. Yenə deyirəm, lazım olsa Erdoğan küçələrə öz tərəflərindən çıxarar. O bilir ki, ondan bunu elə gözləyirlər, onun əleyhinə gedən qüvvələr. İstəyirlər ki, Türkiyədə daha böyük qarşı durum olsun, toqquşma olsun. Yaxşı olar ki, onun tərəfdarları, onun deməli əleyhdarları elə düşünür ki, yaxşı olar ki, qan tökülsün, çünki bundan da istifadə edəcəklər. Ona görə hələ ki, deməli dövlət orqanları vəziyyətə nəzarət edirlər və indi görək necə inkişaf edəcək. İlk növbədə baxaq görək İmamoğlu'nun o deməli istintaqı necə keçir. Çünki əsas məsələ budur. Yəni əldə dəlillər, sübutlar var, yoxsa yoxdur. Və hələ ki çox qəribədir ki, hələ Türkiyədəki seçkilərə 2-3 ili var. İndidən deyirlər ki, Erdoğan əsas rəqibini tutdu, belə elədi və s. Qoy bir 2-3 il keçsin, görək nə baş verir. Yəni dediyim kimi Le Pen əsas rəqib Le Pen'i deməli seçkidən kənarlaşdırırlar. Dediyim kimi bu Almanya misalını mən çəkdim. Stresemann deməli 1929-cu ildə deməli çox şübhəli vəfat elədi, öldü. Üstündən cəmi 2-3 il keçmiş artıq deməli nasistlər, faşistlər hakimiyyətə gəldilər. Ona görə bu məsələlərə biraz ehtiyatlı yanaşmaq lazımdır Elmi müəllim. Hesab edirəm ki, çox gərgin bir vəziyyətdir və indi hakimiyyətin Türkiyədə hansısa da formada dəyişdirilməsi indiməsindir. Heç də o qədər də arzu olunan bir şey deyil.
seçkilərin vaxtı var, vaxt gələr, seçki baş verər və ola bilsin ki, o vaxta kimi də necə deyirlər, bulanıq sular biraz durular. Cengiz müəllim, sizin şərhiniz çox aydındır, çox konkretdir, doğrudur. Sadəcə mən nəyi əlavə eləmək istəyərdim, yəni fikrimi biraz ətraflı yox, biraz konkretləşdirərdim ki, Azərbaycanda həmin o 32 il əvvəlki Azərbaycan deyil də, yəni belə deyək. Türkiyə olan münasibətimiz çox yaxşıdır, stratejidir, amma Erdoğan da real politikerdir, yəni real pragmatikdir. Erdoğan bizim qara qaşımıza, qara gözümüzə aşıq olmuyor və Erdoğanın əvvəlki Türkiyə siyasətçilərlə fərqi o mənada çox da böyük deyil. Türkiyə həmişə pragmatik siyasətlə fərqlənib. Sadəcə Azərbaycan özü elə deyil. Artıq bizim eks-prezidentimizin bəyanatı var, YouTube-da var. Mərhum Əbülfəz bəyin öz dilindən səslənir ki, 4 vertolyotu bizə vermir. Məlum məsələdir. İndi artıq bizim o 4 vertolyota ehtiyacımız yoxdur. Bizdə o helikopter də var və Azərbaycan Türkiyəni özünə sırf real maraqlar çərçivəsində bağlayıb. Ona görə hər hansı bir lider gəlsə, İmamoğlu özü yeri gəlmişkən Bakıya gəlib, COP tədbirinə, bilirsiniz bunu, ən yüksək səviyyədə qəbul olundu. Yəni, Azərbaycan hadisələrin istənilən gedişatına hazırdır əvvəldən. Mənim bu xoşuma gəlir. Yəni, Türkiyə dövləti, Türk cəmiyyəti, Türk xalqı belə desəkdən, istənilən istiqamətə gedə bilər, istədiyi işi görə bilər. Amma Azərbaycanla artıq əvvəlki rəftar mümkün deyil. Nəinki bizim düşmənlərimiz, hətta belə deyək də, dostlarımız tərəfindən də siyasətdə dost-düşmən anlayışı əslində çox da belə dəqiq deyil. Yəni, maraqlar var. Görürsünüz demişkən, əbədi, daimi maraqlarımız var. Bu mənada, yəni, əlbəttə bizim üçün təşvişlidir bu hadisələr, istəməzlik olsun, yenə təkrarlayıram, amma nə edə bilərik, yəni. Gənclər haqqında da dediyiniz tam doğrudur, amma istəsək də, istəməsək də bu təbiətin qanunudur, yəni gənclik belə daha cəsarətli olur, daha yeniliklər istəyir, dəyişikliklər istəyir. İstənilən halda nə dəyişiklik olsa da Azərbaycan buna tam hazırdır. Mən belə ümid edirəm, belə görürəm və belə istədiyimiz də elə bizim bu idi. Cengiz müəllim, mən istəyirəm sizə minnətdarlıq eləyim. Biz çalışdıq Avropa siyasətini biraz əhatə eləyək, tarixi konteksti. Türkiyədəki hadisələrə də optimist baxmağa çalışdıq. Ümid eləyək ki, Azərbaycan üçün hadisələr yaxşı məcrada davam eləyəcək. Çünki biz 90-cı illərdən fərqli olaraq hazırlıqlıyıq buna. Bax, belə bir sonluqla bitirmək istəyərdim. Buyurun. Çox kiçik bir sonluq əlavə eləmək istərdim. Sözsüz ki, mən Azərbaycanın problemlərini görməyən insan deyiləm də. Görürəm ki, Azərbaycanda biz hamımız bunu bilirik. Bir çox problemlər var. Təbii. Təbiidir, bu təbiidir. Və Türkiyə kimi bir dövlətin daxilində baş verənlər istər-istəməz qonşu dövlətlərə, xüsusilə onunla bir çox tellərlə bağlı Azərbaycan kimi bir dövlətə təsiri var. Bu şübhəsizdir. Amma mən istəyirəm ki, bu deməli, necə deyirlər, bir qütbdən o birisi qütbə getmə baş verməsin. Bax, ən təhlükəli bundan ibarətdir ki, deməli, nəyisə sən bəyənmirsən, amma bu demək deyil ki, sən onun əksinə getməlisən. Hərdən birdən onun əksini yox, kursun tənzimlənməsinə ehtiyac olur. Bilirsiniz nə demək istəyirəm? Mənim təsəvvürümdə, bax, inkişaf məhz odur. Yəni, o təkamül deyəndə nə demək təkamül? Yəni, sənin ümumi deməli, istiqamətin düzdür, amma bunu həyata keçirəndə sən bir çox deməli səhvlər eləyirsən. İstiqamətin özü, ümumi istiqamətin düzdür, amma məsələ lazım olan vasitələrdən istifadə eləmirsən. Hərdən birdən tərəfdarlarını düz seçmirsən. Hərdən birdən sənə kömək edən insanları da düzgün qiymətləndirmirsən. Öz resursunu yaxşı hesablamırsan. Bax, mən bunun tərəfdarıyam ki, istər Türkiyə olsun, istər Azərbaycan olsun. Çünki hesab edirəm ki, bizim ümumiyyətlə istiqamətimiz Türk Dövlətləri Təşkilatıdır. Bax, bu Türk Dövlətləri Təşkilatı özdə siz fikir verin. Bu Türk Dövlətləri Təşkilatında bir tərəfdən deməli 2023-cü il siz Türkiyə seçkilərini misal çəkdiniz. Elə bir seçki keçirmiş dövlət var. Amma o bir tərəfdən, yenə də adını çəkmək istəmirəm, xətlərinə dəymək,
Türkistanda yerləşən, Mərkəzi Asiyada yerləşən başqa növ dövlət də var. Bir təşkilatda birləşibdir. Yəni istər-istəməz və bizim bu təşkilatı gözü görməyən qüvvələr var ki, əllərindən gələni eləyəcəklər ki, bu təşkilat inkişaf eləməsin. Bütün resurslardan istifadə edəcəklər. Misal üçün, indi bilirsiniz, biz söhbət Almaniyadan başladıq. Bilirsiniz ki, böyük forum gözlənilir. Deməli, Avropanın və ilk növbədə elə Almaniyanın, Fransanın iştirakı ilə Türkistan, Mərkəzi Asiya dövlətlərindən böyük iqtisadi forum gözlənilir. Bəs Azərbaycansız siz necə Orta Asiyadan uranı və s. Avropaya aparasınız və digər malları? Yol yalnız Azərbaycandan keçir. Yəni, bax, belə bir şeylər var ki, Türk Dövlətlər Təşkilatı güclənsə, biz necə deyirlər bu əməkdaşlıqdan, əməkdaşlıq həmişə kimsə daha çox udur, kimsə daha az udur. Bizə lazımdır ki, biz bu Türk Dövlətlər Təşkilatına mümkün qədər çox götürək. Bu Steinmeier'in bu bəyanatı, o bir növ yoxlama idi ki, Azərbaycan nə dərəcədə güclüdür. Yəni, sabahları Azərbaycanla müqavilə imzalayanda Azərbaycandan keçən mallar hansı rüsumla keçəcək, hansı şərtlərlə keçəcək, bax, orada Azərbaycanın nə dərəcədə möhkəm durması öz ayaqları üstündə o faizə təsir göstərəcəkdir. Nəyə görə bizə təsir göstərirlər bu Zəngəzur məsələsində? Çünki istəyirlər ki, Zəngəzuru onlar idarə eləsinlər Ermənistan vasitəsilə. Onları qane eləmir ki, onu Azərbaycan vasitəsilə Türk Dövlətləri Təşkilatı nəzarət eləsin. Ona görə bax belə, mən bu gənclərə ilk növbədə, onlar sadə baxmasınlar, onlar bunlara sırf deməli ideoloji baxımdan demokrat, avtokrat, nə bilim, diktator, demokrat, ya rejim, filan kəsin rejimi var və s. Çox sadələşdirilmiş binar təfəkkürdür. Bəli, çox yan kimi belə. Sadə, ən sadə metod. Özdə siz yaxşı bir misal çəkdiniz bu İsa Peyğəmbərə aid də. Deməli, İsa Peyğəmbərə də elə iki cür baxma olar. Bir tərəfdən baxma olar ki, deməli, o Yahudilərin düşməni idi, Yahudilər də onun düşməni idi. Amma bu bir tərəfdən də baxma olar ki, elə onun özü mənşəcə Yahudi idi. O İsa Peyğəmbər, yəni yeni bir diyalog yaratmaq kimi missiyası deməyib heç bir zaman. O Yahudiliyi bir qədər reform etmək. Bax, belə bir şey. Onu biz mübahisə etmək istəmirəm, bəli. Amma reallıq budur ki, bu özü Yahudi kimi doğulub, Yahudi olubdur. Yəni demək istəyirəm ki, bax bu cavanlara demək istəyirəm ki, həmişə o belə iki rəngdə baxmasınlar, ağ və qara. Mənzərə çox mürəkkəbdir. Çox mürəkkəbdir və Azərbaycan da indi o mürəkkəb mənzərənin çox vacib bir hissəsinə çevrilibdir. Ona görə Azərbaycan gəncləri də gərək belə, necə deyim, elə mövqe tutsunlar ki, məsuliyyət hissi olunsun, məsuliyyətli mövqe olsun. Və asan çıxış yolları dalından getməyək. Hamımız bir yerdə. İndi bizim yaşımız çox olsa da, Elmir bəy, gəlin biz də hesab eləyək ki, biz də yaşımız bəlkə çox olsa da, amma hesab eləyək ki, biz də o qədər də yaşlı deyilik. Hələ fikirlərimiz cavandır. Ən əsası, yəni ümidlə bitirək bu efiri. Azərbaycanın regiondakı vəziyyəti çiçəklənməsi 5 il öncə bu təsdiq olundu ki, həqiqətən də bu bizim Azərbaycan dövləti failed state deyil. Çünki post-sovet ölkələri barədə, çoxu barədə mən artıq oxuyurdum. Qırğızistan, Ukraynanın özü barədə failed state yazırdılar. 2020-ci ilə qədər, belə deyək də, bizim ölkəyə də belə baxırdılar. Bütün bu müstəqil adlanan ekspertlər, Thomas Devaldan tutmuş, ad çəkməyək də, adlar hamısı bəllidir. Dedilər ki, bunun heç bir çıxış yolu yoxdur, heç bir həlli yoxdur. 20% ərazinin getməlidir, ondan sonra Azərbaycan nə olacaq bilinmir. Yəni bizim dövlət bu öz işini doğrudan da görür, qalxınışı başlayıb Azərbaycanın 200 illik kolonizasiyadan sonra və bu yüksələn xəttlə davam eləyəcək. Mən buna inanıram, mən tam inanıram və bu inam çox real məsələlərə söykənir. İndi bunu uzun müddətli danışmaq, izah eləməyə, yəni zaman lazımdır. Bunu anlamaq üçün də zaman lazımdır. Çingiz müəllim, sizə minnətdaram, çox sağ olun. Çox sağ olun. Təhlilə görə. Biz davam eləyəcəyik bu proseslər, inkişaf eləyir. Daima bunu diqqətdə saxlamaq lazımdır. İnşallah biz sizlə davam eləyəcəyik bu təhlilə. Siz bilirsiniz də, Elmir bəy, mən təzə bir termində fikirləşdim. Kollektiv Thomas Deval. Kollektiv. Buradan da bu kollektiv Thomas Deval Azərbaycana qarşı ideoloji mübarizə aparır və çox təəssüf eləyirəm ki,
Thomas Deval, kollektiv Thomas Deval'ın deməli dəstəsində bir neçə Azərbaycanlı da var. Onlardan biri elə Carnegie Fondunun deməli 27 mart adını çəkmək istəmirəm. Mən özümə qayda qoymuşam ki, deməli bu Qafqazda, Cənubi Qafqazda Ermənistan Azərbaycan arasında sülh olmayan kimi mən Azərbaycan politoloqlarından mübahisə aparmayacağam. Bu mənim daxili qaydamdır. Amma 27 martda Carnegie Fondunun deməli biri orada çıxış eləyibdi, deməli Azərbaycanlı. O biri deməli indi Amerikada deyəsən Ermənistanın ən bizə qarşı radikal bir deməli YouTube kanalında Azərbaycanda demokratiyanın problemlərini müzakirə eləyir. Mən bunu təsəvvür eləyə bilmirəm. Belə mənim ağlıma gəlmir. Üçüncüsü oturubdu deməli uzun müddətdir bütün erməni kanallarına deməli müsahibələr verir. Azərbaycan-Ermənistan münasibətlərini erməni kanallarında erməni mövqeyindən işlandırır. Yəni bu kollektiv Thomas Deval Azərbaycana qarşı işləyən və maliyyələşən, niyəsə deməli başqa proqramlara dedilər pulları kəsirlər, amma deyəsən bu proqramlara hələ ki vəsait kəsilməyib, yəni davam edir. Və bu kollektiv Thomas Deval Azərbaycana qarşı işləyir və indi onların növbəti hədəfi nədir? Və Steinmeier'in Bakıya gəlməsində çox güman ki, əsas səbəblərindən biri o səsləndirilmədi. O deməli Azərbaycanı, amma mətbuat konferansında deməli bu səsləndi, bu fikir səsləndi. Deməli əsas məqsədi Azərbaycanı qane eləməyən şərtlərlə Ermənistanla sülhü bağlaması. İki əsas şərt də deməli o Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının götürülməsi. Düzdür, başqa 3 şərt də var, amma onlar bu iki şərtin elə bil ki, əlavələridir. Bir o deməli müşahidəçilərin sərhəddən yığışdırılmasıdır. Beynəlxalq məhkəmələrdən qarşılıqlı iqtisadi iddiaları geri çağırılmasıdır və nəhayət çox vacib olan Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında deməli maneəsiz Azərbaycan yükləri və vətəndaşları üçün keçidin təmin olunması. Bax, Steinmeier gəlmişdi Azərbaycanı dilə tutsun, belə yumşaq deyək, və kollektiv Thomas Deval də deməli bunun deməli informasiya dəstəyini təmin edir. Bütün mən baxdım, bütün o əsas kanallar, Carnegie Fondu, Beynəlxalq Böhran qrupu, Transparency International, əsas televiziya kanalları bu təsadüfi deyildi ki, Deutsche Welle'nin bu sənədli film, sənədli adlandırma onu qətiyyən olmaz, o yalanla dolu bir film. Propagandadır, bəli, bəli. Yəni bu hamısı Azərbaycana qarşı işləyən və həmən qüvvələr Türkiyə qarşı da işləyirlər. Əgər bu aparıcı kanallar Erdoğan rejimi terminini istifadə edirlərsə də bu mənim üçün artıq indikatordur Elmir bəy. Ayrı heç bir sübut axtarmaq, iz axtarmaq, gizli fəaliyyət axtarmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Aydın Çingiz müəllim. Çox sağ olun, minnətdarıq. Davam eləyəcəyik biz hökmən bu söhbətlərimizə. Təşəkkür ederim. Sağ olun Elmir müəllim. Siz sağ olun. Çox sağ olun. Sizlə niyəsə söhbət eləmək xüsusi rahatlıq verir. Sağ olun Elmir müəllim. Qarşılıqlıdır Çingiz müəllim, həqiqətən. Ümid eləyək ki, maraqlı olacaq dinləyicilərimizə də. Sağ olun, çox sağ olun.